Həzrət Musa deyir, bəs niyə ailə qurmadın? Qəssab deyir ki, qorxdum ki, kimsə mənim anama baxdığım kimi baxa bilməz. Anamın bir sözünü iki eləyər və onu incitər deyə ona görə subay qaldım. Həzrət Musa qəssabın bu sözlərindən təsirlənib, çəkilib dayanır bir küncdə. Qəssab anasının yeməyini yedizdirir, ehtiyaclarını görür, otaqları təmizləyir. Çıxmaq istəyəndə anası qəssabın qolundan tutur və qulağına sakitcə bir səslə deyir. Amma heç kim eşitmir. Həzrət Musaya maraqlı gəlir. Qəssabdan soruşur. Ananız qulağınıza nə dedi? Çox maraqlıdır. Qəssabın cavabı da belə olur. Deyir, ana ürəyidir də. Mən həmişə bunun ehtiyaclarını görəndə, yeməyini verəndə, suyunu verəndə anam mənim üçün həmişə dua edir. Ey oğlum, Allah səndən razı olsun. Allah səni incitməsin. Allah səni Həzrət Musaya cənnətdə qonşu eləsin. Həzrət Musa bu sözlərlə çox təsirlənib qəssaba deyir. Ey qəssab, sən mənim kim olduğumu bilirsənmi? Mən Allahın elçisi Həzrət Musayam. Sənin cənnətdəki qonşunam. Anan elə bir dua etdi ki, Allah eşitdi və Allah səni mənə cənnətdə qonşu olaraq mükafatlandırdı. Bax, görürsənmi? Bir ananın duası insanı cənnətdə Peyğəmbərə qonşu edərmiş. Boşuna deməyiblər. Cənnət anaların ayağı altındadır. Allah bütün analarımızı qorusun.